Советского Союза должен быть расстрелян! Gece sakit, düşüncem sakit değildir fakat gözlerimin önünde canlandı bir hakikat. Hayalım enginlere o kadar yükseldi ki bana öyle geldi ki ilk defedir kainat dünyanın sellerinde çalkalayan bizim hayat. Ah mən gündən günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan necə əl çəkim? Mikail, artıq Hüseyin Cavid də xalq düşmənidir. Bir-iki günə güllələyəcəklər. Deyirəm, bəlkə Cavidin əleyhinə nəsə bir-iki kəlmə yazasan, heç olmasa səni xilas eləyərik. Əgər mənim sağ əlim Cavidin əleyhinə nəsə yazsa, sol əlimdən onu kəsib tullayaram. Çox sağ ol, Dilbər xanım. Niye yanır bu ocak, yanıp külü kalacak, bilmirəm